Xoş gördük, hörmətli futbol azərkeşləri. Misli Premyer Liqasının 13-cü turun oyunlarındakı mübahisəli epizodları təhlil üçün qarşınızdayım. Neftçinin oyuncusu rəqibin cərimə meydanında əllə oynayır. Hakim Turan Tovuz qapısına penalti təyin edir. VAR epizodu yoxladıkdan sonra qərarın yanlış olduğunu aşkar edir və hakimə bu haqda məlumat verir. Hakim monitorda epizodu izlədikdən sonra penalti qərarını dəyişərək Turan Tovuz lehinə qayda pozunu təyin edir. İmişlinin oyuncusu topa oynayaraq rəqibin qapısına qol vurur. Hakim qolu qeydə alır. VAR epizodu yoxladıkdan sonra müəyyən edir ki, topa son toxunuş İmişlinin 14 nömrəli futbolçusu tərəfindən edilir. Bu toxunuş səbəbindən komanda yoldaşının oyundan kənar vəziyyətə düşdüyü aşkar olunur. VAR doğru olaraq hakimə qolun oyundan kənar vəziyyətdən vurulduğu barədə məlumat verir. Hakim düzgün olaraq qolu qeydə almır. Qarabağın oyuncusu rəqiblə mübarizədə yerdə qalır. Hakim oyunu davam etdirir. VAR epizodu yoxladıkdan sonra meydandakı qərarın doğru olduğunu təsdiqləyir. Hakimlər Komitəsi hakimin verdiyi qərarın doğru olduğunu təsdiq edir. Mübarizə qaydalar çərçivəsində. Sumqayıt komandası qol vurduqdan sonra bu komandanın baş məşqçisi rəqib komandanın baş məşqçisini təhribata çəkərək kütləvi qarşıdurmaya səbəb olur. Hakim səbəbkarları doğru olaraq qırmızı vərəqə ilə cəzalandırır. Hakimlər Komitəsi hakimin verdiyi qərarın doğru olduğunu təsdiq edir. Araz Naxçıvanın futbolçusu sürüşmə fəndə edir və sonluqda rəqiblə təmas yaranır. Hakimin qərarı davam. VAR epizodu yoxlayır və oyunçunun sürüşmə fəndə etdiyi məqamda özünü yığaraq təmasdan qaçdığı aydın görünür. VAR doğru olaraq epizoda müdaxilə etmir. Hakimlər Komitəsi hakimin verdiyi qərarın doğru olduğunu təsdiq edir.